Millət mənsiz iradəsi üçün savaşmayacaqmı? Yazar İnsafəli Hidayət. Millət mənsiz iradəsi üçün savaşmayacaqmı? Son seçkilərdə yazdı, əgər sizin vətəndə təşrifiniz yoxsa, lütf edib dixalət etməzsəz, millət öz yolunu tapar. Yazdım, əgər mənim təşrifim vətəndə olmazsa, millət öz hüququ üçün, istəkləri, azadlıqları, istiqlalı üçün, vətənin və öz beyinlərinin işğaldan azadlığı üçün 100 il o milləti qətlə-am edən, milli və fərdi haqların zayi edənlər ilə savaşmayacaqmı? Əcəba azadlıq və istiqlal üçün mənim vətəndə olmam şərt midir? Yoxsa mənim vətəndə olmam sizə bir bəhanə verir ta milləti öz hüquqları və iradəsi yolunda və yönündən uzaqlaşdırasınız. Bunu bilməlidir ki, İran adlı siyasi və işğalçı varlıqla savaş hamının azadlığın və milli fərdi haqların uğrunda olan haqqı və vəzifəsidir. Mənim vücudum vətəndə ola ya qürbətdə, ya da ölmüş olsam da savaşmaq azadlıq, istiqlal və iradə yolunda və yönündə qaçılmaz və tarixi bir zorunluqdur. Bu savaş mənə və mənim varlığıma bağlı deyil.